özü dünyaya gətirib baxır. Heç kəs heç bir şey deyə bilməz. Amma mən bu uşaqlara bir dənə konfet belə verəndə deyirlər ki, ikincini niyə vermədin? Çox qəribədir də, yəni. Nə qədər yaxşı olursansa ol, fərqi yoxdur. Bir dənə xırda bir şeydə deyəcəklər ki, olmadı, o deyil. Sabah bir gün öz övladım dünyaya gələndə, inşallah ki, o vaxtda burada qalmaram. Onda da uşağıma süd verəcəm. Deyəcəm, baxın, mən övladım, sizinlə tanış edim və s. Bir 5 ildən sonra dediyim kimi buna baxarsınız. Deyəcəklər, öz uşağıma niyə süd verdin, onlara süd vermədin? O vaxtda o qızların 15-16 yaşı olar. Öz uşağıma yemək verdin, bəs o birisilərə yemək verdin. Bax, belə deyəcəklər. Bugün deyirlər, uşaq niyə fikirləşmirsən, niyə uşaq dünyaya gətirməyə heç həvəsin yoxdur, niyə uşaq sevmirsən? Buna görə. Çünki elə mənim vəziyyəti gətirib çıxardacaqlar ki, təzə uşaq dünyaya gətirmiş bir qadın psixoloji cəhətdən nə dərəcədə çətin vəziyyətdə olur, çox duyğusal olur, eləsi var depressiyaya düşür. Lohusa dönəmi deyirlər də türklər ona, Azərbaycanca nə deyirlər bilmirəm. Həmin ərəfədə məni o qədər incidəcəklər ki, o qədər tiksindirəcəklər ki, o qədər iyrəndirəcəklər ki, hər şeydən. Mən ana olmağımın nə dadını çıxarda biləcəm, nə uşaqlarla birlikdə o xoşbəxtliyimi yaşaya biləcəm, heç birini eləyə bilməyəcəm sosial medianın qarşısında. Tamela, xoş gəldin, Tamela. Başa düşürsünüz? Hər şeyi mən ömrümdə birinci dəfədir də yaşayıram. Can. Meryem bu yine sandığı çok çəkirəm. Meryem sandığı bu yine çok çəkirəm. Meryem. Elə mənsi Çok vurmalı. sağ ol Tamela Rems. Üzeyir'e salam diyəsən, öpürəm sizi. Bunu aç mənə, hay-huy düşdü uşaqlar, sözüm yarış qaldı. Ben bunu aç. Yəni qısacası mənim o xəyalımdakı ana qız münasibəti var, hansı ki arzuma baxıram, deyirəm ayda necə gözəldir, necə qəşəng, mehribandılar, necə rəfiqə. Mən anamla eləyəm. Mənim anamla videolarımı görənlər hamısı bilir ki, biz anamla qapağını da ver, elə bir münasibətdə olmuşuq ki, yəni padruşka kimi də bir-birimizi döyərdik, bir-birimizi qucaqlayardıq, zarafatlaşardıq, çox səmimi olmuşuq. Amma mən xəyalımdakı münasibəti yaşaya bilmirəm. Faktiki bu uşaqlara indi mən baxıram da, faktiki bir dar vəziyyətdə olanda qaça-qaça üstümə gəlirlər ki, misal o gün Rabişlə oynayırdım, mən qayıtdı dedi ki, sən Məryəmlə komanda olma da, axı sən mənim də anamsan, sən məni seçməlisən. Belə bir problem yaşandı aralarında. Bəzən belə yerlərdə görürəm ki, o sözü dilə gətirməyə çalışırlar, yəni nəsə onu əvəz eləməyə çalışırlar, yoxluğu, başa düşürsünüz. Amma mən xəyalımdakı kimi onlarla rəftar eləyə bilmirəm. Hansı ki, gələcəkdə mən necə öz qızımla və yaxud da oğlumla olmaq istəyərdimsə, bu uşaqlarla tam ürəyimdən gəldiyi kimi yaşaya bilmirəm həyatımı. Tam içimdən gəldiyi kimi onlarla vaxt keçirdə bilmirəm. Çünki hər şeyim qınanılır. Maşın yoluna qaçır, deyirəm olmaz, qayıt geri məndən icazə almamısan. Mən üstümə cumursuz ki, sənin nə ixtiyarın var, ögey anasan. Maşın yoluna qaçır da faktiki uşaq. Sen oradasın. Sizin hamıya aid deyil. Burada 2800 nəfər var da, düzdür. Onun 2500'ü mən bilirəm ki, məni sevir, izləyir. Amma 300 nəfəri mən bilirəm ki, sevmir də, var. Söyürlər bir də görsünüz məni. Açıram görürəm, mən follow eləyir. Niyə axı, nəyə görə? Özünü biraz hörmət edək, at bloka çıxsın, getsin də. Yəni, qısacası, mən o arzumun qızları ilə münasibətinə belə baxa-baxa qaldım da, yana-yana qaldım ki, yəni biz də onlar kimi ya. Sadəcə mən bunu ürəyimdən gəldiyincə yaşaya bilməyəcəm. Sizin kimi insanlara görə, dediyim kimi hamıya aid deyil, pislərə aid deyil. Öz övladımla da yaşaya bilməyəcəm. Çünki nəyə görə? Mən sabah bir gün, 10 ildən sonra mənim övladım normal oynaya biləcəyim bir yaşa gələndə, 10 yaşı, 15 yaşı olanda, mən oynayanda qayıdıb yazacaqlar və yaxud da qıraqdan görən biri deyəcək ki, onlarla elə oynamırdın, öz uşağından niyə belə oynayırsan? Mən qalacam, atacam qəlbimə, qalacam boğula-boğula ki, vaxt var idi, oynamaq istəyirdim də, onda qayıdırdınız ki, bu nə hərəkətdə uşaqla eləyirsən? Uşağın əziyyətini çəkən mən, hələ şey var, bir dənə də kütlə var. Böyük uşaqlardır da, özlərinə baxırlar. Gözünüzün qabağında oyun oynayan yerdə gəldilər ki, biz acımışıq, ürəyimiz qarpızla filan yemək istəyir. Kim? Həqiqi? Həqiqi? Nə yaxşı? Haradadılar? Bakıdan? Yox, burada. Lənkərandadılar? Şirniyyat, get şirniyyat al gəl. Qalacaqlar.
Aşağı, Ha, yarısını kalsın orada ne var dedim. aşağında səliqəyə salındı. Mən TikTokda olmasam belə gəlin sizə belə bir nümunə çəkim. Bir məhəllədə neçə insan, qonşular nə deyər, qohumlar nə deyər, ay Allah falan kəs nə deyər, eləmə belə, ay qız yekə qızsan, bu nə səsdir, bu nə oynamaqdır, bu nə səs-küydür, cəmaət nə deyər? Hansınız belə yaşamamısınız ki? Hansınızın anası, hansınızın atası cəmaət nə deyər deyib sizi sıxmayıb ki? Çoxunuzun belə olub da, məndə də belə olub. Səhvdir, düzdür. TikTok olmayacaq, olacaq qonşu, qohum, nənə, baba, ata, bibi, dayı. Fərqi yoxdur. Eyni şeydir. Siz 3000 nəfərsiniz, onlar da 15-20 nəfərdilər. İnanın 15-20 nəfər sizdən daha yaxşı ad çıxardırlar, sizdən daha yaxşı şər atırlar adamın boynuna. Valla. Atilla qonaqlarımız gəlir. Ölürəm də, qonaqçın ölürəm də, Allah'ın olsun. Gediş gəlişli evim olsun. Bərəkədən olsun. Sevirəm də qonağı. Allah qonaqlarımız gəlir, əsəbləşmə. Sən gəl. Normal söhbət edirəm. Eləmə, eləmə. Yorğunluğu götürüyorum, ölüm sən. Aşkım saçımı zorla düzəltmişdim. Həyatım nədir mənə bir şey deyirsən? Saçımı zorla düzəltmişdim. Yağlandırma başımı. Niyə, nə? Hə, sən deyim, yağlandırma başımı. Nəsən? Mən işin atsan. Qədəmin görünən olsun, tüklərimi də qırxmısan, tək-tək yolarım. Nə gözəl. Eləmədi ki. Behlül'e oxşayıram. Kvanta Behlül kaçar. Eləm mən sənə qurban olum. Mən sən ölüm sənsin, sənə qurban olaram. Orada hamı yazacaq. Elnara xanım, qızınız bezdirmişik. 70 Rəyyan, xoş gördün Rəyyan. qışqırmada Allah'ın dostu bak gözümün düz burasından bir dənə ağrı tutdu sən tərlanla danışandan sonra qışqırıq səsindən Niyə Allah'ın dostu. qışqırdın ki? Sən niyə Bak mən... düz gözümün burasından spazma tutdu. Elə bir qaynanasan, mən sənin yanınam. Nə istəyirsən bəndən? Mən sevinəm, mənim sevincimi niyə qursağımda qoysan? Qapını bağla. Mikrofonları zaten hazır eləmişim. Can! Qapını bağla da